Dünyada mindən çox hava yolları şirkətləri var. Bəs görəsən ən yaxşı hava yolları şirkətləri hansılardır? Hər il beynəlxalq statistika mərkəzləri ən yaxşı hava yollarının müxtəlif göstəricilərə əsasən reytinq cədvəlini açıqlayır. Bəs görəsən hazırda hələ də davam etməkdə olan 2025-ci ilin bu günə qədər ən yaxşı hava yolu şirkətləri hansılardır? Beynəlxalq statistika mərkəzlərinə əsasən dünyanın ən yaxşı hava yolu şirkətləri müxtəlif göstəricilərə əsasən seçilir. Bu mənada rahatlıq, təhlükəsizlik, təmizlik, müştəri məmnuniyyəti, dəstək xidməti, reyslərin daha az gecikməsi, baqajların daha az itməsi və başqa xüsusiyyətlər önəmlidir. Elə isə gəlin 2025-ci ilin ən yaxşı 50 hava yolları şirkətinə, həmçinin onların 2024-cü illə müqayisədə reytinq cədvəlində necə irəliləməsinə və yaxud geriləməsinə nəzər salaq. Beləliklə, ilk birinci və ikinci sıra 2024-cü illə müqayisədə dəyişməz olaraq qalır. Siyahıya Qatar Airways və Singapore Airlines başçılıq edir. Üçüncü yerdə keçən il siyahını 5-ci pillədə başa vuran Cathay Pacific Airlines tamamlayır. Dördüncü yerdə Emirates hava yolları şirkəti dayanır ki, onlar keçən illə müqayisədə bir pillə geriləyiblər. Həmçinin daha bir pillə geriləyən hava yolu şirkəti ANA Nippon Airways tutur. Türk dünyasının qüruru Turkish Airlines, başqa sözlə Türk hava yolları daha bir pillə irəliləyərək bu il 6-cı yerdə qərarlaşır. Korean Air 4 pillə irəliləyərək 7-ci yeri tutur. Air France 1 pillə irəliləyərək ilk 8-liyi bağlayır. Siyahının digər yerlərini Japan Airlines, Hainan Airlines, Swiss International Airlines, EVA Air, British Airways, Qantas Airways, Lufthansa, Virgin Atlantic, Saudia, Starlux Airlines və başqaları tutur. Biz isə bu siyahıda daha çox Azərbaycanda daha populyar olan hava yolu şirkətlərini xüsusilə vurğulamağa çalışacağıq. Siyahının növbəti sıralamasında daha çox Amerika qitəsinə uçuşlar həyata keçirən Air Canada, Iberia, KLM, Amerikada ən məşhur və ən böyük hava yolu şirkəti olan Delta Airlines, həmçinin bu siyahıda Austrian Airlines yer tutur, Air New Zealand yer tutur. 25-ci yeri isə Finnair, Finlandiya məxsus olan hava yolu şirkəti bağlar. Etihad Airways isə bu siyahıda 7 pillə geriləyərək 26-cı yerə qədər düşmüşdür. Bundan sonra siyahının növbəti sıralamasında Malayziya, AirAsia, Thai Airways, Scoot, Fiji Airways, Bangkok Airways, China Southern Airlines və Virgin Australia dayanır. 35-ci yerdən 43-cü yerə qədər siyahıda Azərbaycanda yaxşı tanınan 36-cı yerdə qərarlaşmış və 2024-cü illə müqayisədə 2 pillə irəliləmiş Air Astana dayanır. Bundan başqa, Azərbaycanda daha bir məşhur hava yolu şirkəti Indigo 70-ci pillədən birdən-birə 31 pillə irəliləyərək 39-cu pilləyə qədər irəliləməyi bacaran Hindistana məxsus olan Indigo dayanır. Aerowings da Azərbaycanda kifayət qədər məşhurdur, onlar isə 3 pillə geriləyərək 40-cı yerə qədər yuvarlanmışdır. Daha sonraki yerləri 41, 42, 43-cü yerləri Asiana, Vueling və Latam Airlines tutur. Və ilk 50-liyi, elə 50-ci sıranı Azərbaycanın qüruru, Azərbaycan Hava Yolları şirkəti tamamlayır. Lakin təəssüf ki, keçən illə müqayisədə Azərbaycan Hava Yolları 46-cı pillədən 50-ci yerə qədər 4 pillə geriləmişdir.